Həzrəti Davud əleyhissalama Allah Teala buyurur ki, ya Davud mənə şükr et. Deyir, ilahi sənə necə şükr edə bilərəm ki, sənə şükr etməyimin özü də mənə əta elədiyin böyük nemətdir. Şükr etmək neməti hər kəsə nəsib olmur. Allah buyurur və in şəkərtum ləzidənnəkum. Nemətlərin davamlı olmağı, insanın əlindən çıxmamağı Allah Teala ayə-i şərifədə buyurur ki, buna bağlıdır ki, insan onu dərk eləsin ki, Allahdan olan nemətdir və onun şükrünü yerinə yetirsin. O yüzden Həzrət Davud Əleyhisselam buyurur ki, ilahi sənə necə şükr edə bilərəm ki, sənə şükr etməyimin özü də elə böyük bir nemətdir, o da yeni bir şükür istəyir. Bəli, bu cür acizliyini izhar edir ki, yəni mən sənin şükrünü edib bitirə bilmərəm. Allah Teala buyurur ki, bax bu zaman mənə şükr etmiş oldum. Yəni bəndə daim bu sifətdə olmalıdır, bu nemətlər, məxsusən bu mənəvi nemətlər. Allah Teala bizləri mənəvi süfrəsinə dəvət edibdir. Du'itum ila ziyafətillah. Peyğəmbərimiz buyurdu, siz bu ayda Allahın qonaqlığına dəvət olunmusunuz. Bu fərq eləyir dünyada olan insanlara ki, dediyimiz qonaq oluruq məsələn. Bu qonaqlıqdan çox-çox fərqlidir maddi qonaqlıqdan. Bu qonaqlıq insanın insaniyyət güzgüsüdür həqiqətdə. Allah Teala istəyir bu ayda bizə öz zati dəyərlərimizi bizə aşkarlasın. Ona görə bu göstəriş verib gecələri namaz qılmaq, ibadət eləmək, övliyaların vasitəsindən, Peyğəmbər və Ali Peyğəmbərin vasitəsindən Allah Teala bəşərə çatdırıb. Mübarək Ramazan ayının səhərində nə dua oxuyasan, məsələn, orucun hökmləri nədir, nə iş görəsən. Bunlar hamısı Allah Teala tərəfindən bizə gəlmiş həyat proqramıdır, göstərişlərdir. Amma məsələ buradadır ki, adətən möminlər, müsəlmanlar sırf orucu elə bu cür, məsələn, sübh azan vaxtından tam məğrib azanına kimi bu orucu batil işlərdən, batil eləyən işlər ki var 10 dənə sadalanıb risalələrdə, bunlardan pəhriz etməklərdən, məsələn, ibarət bir ibadət proqramı kimi təsəvvür eləyirlər ki, orucluq yəni bu da. Amma burada necə ki bizim dinimizdə çox bizə təkid olunub ki, təfəkkür etmək, həmçinin bu ibadətlərin batini barəsində insanın qəlbi gərək bu ibadətlərin, namazın, orucun batininə vara bilsin. Dərk eləsin ki, doğrudan da Allah Teala nə üçün bizə məsələn bu orucu batil eləyən şeylərdən çəkinməyi göstəriş verib. Oruc nə üçündür? Orucun mahiyyəti. Yəni orucun mahiyyəti fəqət bundan ibarətdir ki, biz sübh azanından, məsələn, məğrib azanına kimi özümüzü imsak eləyək, saxlayaq. Bunlardır. Biz Peyğəmbər və Ali Peyğəmbərin məarifinə baş vuranda görür ki, yox, orucun batini var. Allahın məqsədi var. Hətta nəinki təkcə orucdan, bütün şəriətin gəlişindən, bütün övliyaların, peyğəmbərlərin, imamların bu qədər zəhmətlərə düşməkləri, İmam Hüseyn əleyhissalamın o Kərbəlası, bunların hamısından bir ali hədəf var ki, təsvir olsun, o ali hədəf haqqında biz çox az düşünüb daşınırıq. Çox az insanlar o hədəfə çatır. Hələ öz qəlbində dərk eləyə ki, bu yol nədir, hədəf nədir, məqsəd nədir, orucdan, namazdan məqsəd nədir. Biz ilahi məarifə, yəni Peyğəmbər və Ali Peyğəmbərin məarifinə baş vuranda görürük ki, insan, necə ki Allah Teala Quran-ı Kərimdə də buyurur ki, mən yer üzündə öz xəlifəmi qərar verəcəm. İnni cailun fil arzi xəlifə. Bu xəlifənin sifətləri nədir? Bu xəlifə hansı kamal sahibi ola bilər? Hansı kamalatı, mənəvi təkamülü, mənəvi kamilliyi özündə kəsb edə bilər? Ümumiyyətlə, bu insan deyilən varlıqda hansı potensiallar var? Diqqət edirsiniz. Bütün şəriət hamısı bunun üçün gəlib ki, insanda olan o bütün o mənəvi potensialları zühura gətirsin. Aşkara çıxsın. Bəli, aşkara çıxarsın, aktual olsun. O həyata çönsün, həqiqətə çönsün. Nəinki sırf elə insan o potensial həddində qalsın və o cür dünyadan keçsin. Bu, ona görə Peyğəmbər bu ayı ki buyurur, Qəd əqbəl əleykum şəhrullah, sizə Allahın ayı üz tutubdur, bil bərəkəti vəl rəhməti vəl məğfirət. Bütün bu bərəkət, rəhmət, məğfirət elə bundan ibarətdir ki,
insana bu ayda o hansı potensiallar var insanda, Allah Taala bunu üzə çıxardır. Bəli. Bu dəsturlu əməllərlə. Kim orucun, məsələn, oruc tutmaq budur. Orucu batil edən şeyləri bizə bildirməklə, bu ibadət proqramını, bu orucluğu, bu mənəvi qonaqlığı bizə əta eləməklə istəyir ki, bunların, bu orucun, bu namazın, bütün şəri göstərişlərin, bütün dəsturlu əməllərin istəyir desin ki, batini var, bir həqiqəti var, bizi yönləndirir. Oruc bizi hansısa bir hədəfə çatdırmaq istəyir. Oruc təkcə elə bu məsələn orucu batil edən şeylərdən çəkinməkdən ibarət deyil. Zahiri məsələlərdən ibarət deyil. Zahiri məsələlərdən ibarət deyil. Hələ hədislərimizdə gəlib ki, oruc təkcə məsələn elə bu 10 dənə orucu batil edən şeylərdən imsak etməklə, özünü saxlamaqla bundan ibarət deyil. Bəlkə orucun yuxarı mərtəbəsi var, əxlaqi oruc var. Əxlaqi oruc var. Buyurublar hədisdə, hətta gözün belə İza sumta sum vəliyəsum bəsəruka. Əgər bu vaxtda oruc tutursan, oruç tutduğun zaman gözün oruc olsun, qulağın oruc olsun. Hədisdə gəlibdir. Dilin oruc olsun. Hətta var ki, tükün belə oruc olsun. Hətta cilduka, dərin belə oruc olsun. Yəni bunun o adi fikhi mərtəbədən ki, risalədə yazılıb orucun mərtəbəsindən bir pillə yuxarı mərtəbə var. O risalələrdə məsələn yazılmıyor ki, sən haram bir şeyə qulaq astın, ya məsələn artıq sözlər danışdın, ya artıq baxışların olduğu haram şeyə məsələn baxdın, orucun batildir. Amma hədislərimizdə gəlibdir. Oruc tutan gərək bunlardan da pəhrizin. Bu Allahın sonsuz rəhmətindəndir. Çünki İslam dini asan dindir deyənə müctehidlər, alimlər, onların vəzifəsi budur ki, İslamın o ən asan mərtəbəsini insanlara bəyan edirlər. Bəyan edirlər. Bu Allahın bir rəhmət dairəsidir ki, bütün insanlar bura daxil olsunlar. Amma bunun içində insanlar mücahidət etməyə dəvət olunublar. Ki, gərək gözün də oruc olsun, dilin də oruc olsun, qulağın da oruc olsun, qəlbin də oruc olsun.